Hamıya salamlar, sizləri xoş gördük. Azərbaycan mətbəxi müxtəlif yemək və şirniyyat növləri ilə zəngindir. Bu günləri biz Azərbaycanın Şəki bölgəsinin mətbəxinə müraciət edirik. Şəkili bir izləyicimizin xahişi ilə Şəki külçəsi hazırlayacağıq. Artıq Şəki ovmasını hazırlamışıq, fətiri kanalımızda var. Maraqlanırsınızsa ona da baxa bilərsiniz. Şəki külçəsini hazırlamaq üçün bizə lazım olan ərzaqlar: 4 stəkan yarım buğda unu, 1 ədəd yumurta, 150 qram kərə yağı, 3 xörək qaşığı şəkər tozu, su, yarım çay qaşığı duz, 1 çay qaşığı quru maya, 5-6 diz zəfəran, üzərini bəzəmək üçün xaş-xaş və burada biz 5 növ ədviyyatdan istifadə edirik. Bu darçın, ürdülmüş keşniş toxumu, hil, cövüz, bir də zəncəfildir. Bu ədviyyatların ümumi qarışığı 2 çay qaşığı olmalıdır. Hərəsindən 2 qram götürün. Hər ədviyyatdan 2 qram. Xəmiri yoğurmağa başlayırıq. Bunun üçün mən 450 ml ilıq su götürmüşəm. Suyu yoğuracağım qabın içərisinə tökürəm. Təxminən 1 stəkan su tökürəm. Sonda mən videonun altında nə qədər su apardı onu yazacağım. İçərisinə mayanı əlavə edirik. Şəkər tozunu əlavə edirik. Duz əlavə edirik. Məndə qabın qaşığı balacadır. Siz əgər çay qaşığı ilə götürürsünüzsə yarım çay qaşığı götürün. Yağın götürdüyüm yağı əritmişəm. Bu quyruq yağıdır. Əgər sevirsinizsə quyruq yağı da əlavə edə bilərsiniz. Yağın yarısını əlavə elədim. Yumurtanı çalıram. Yumurtanın da yarısını əlavə edirəm. Qarışdırıram. Üzərinə unu ələyirəm. Xırda-xırda götürürəm, ələyirəm. Və qarışdırıram. Və apardığı qədər suyu yerdə qalan hissəsini də əlavə edirəm. Xəmir yoğururam. Undan həmişə olduğu kimi bir qədər saxlamışam. Sonra yoğurmaq üçün istifadə edəcəyim. Qarışdırıcını çıxarıram və əlimlə yoğurmağa davam edirəm. Bunun qalan hissəsini də üzərinə ələyirəm. Bərk xəmir yoğururam. Xəmiri eyni cinsli hala gələnə qədər əlinin altında belə yaxşı-yaxşı yoğururam. Mən xəmiri eyni cinsli hala qədər yoğurdum. Baxın, belə bir xəmir alınır.
ələ yapışmayan, kifayət qədər bərk bir xəmir alınır. Üzərini bağlayırıq və elə otaq şəraitində qoyuruq mayalansın. Mən indi xəmir nə qədər su apardı, onu sizə göstərmək istəyirəm. 450 ml sürahidə su götürmüşdüm. Baxın, istifadə elədim. 200 qramlıq stəkanın başı 1 sm əskik su qaldı. Yəni bu qədər getdi su. Külçənin xəmirini yoğurduq, qoyduq mayalanmağa. İndi onun yağ ədviyyat qarışığını hazırlayırıq. Bununla onu içərisini yağlamalıyıq. Bunun üçün yağın içərisinə, yağ istidir, yağın içərisinə ədviyyatları əlavə edirik. Ədviyyatları mən sadalamışdım, 5 növ ədviyyat. Darçın, zəncəfil, hil, keşiş toxumu, bir də cövüz. Bunları əlavə etdik yağın içərisinə. İndi zəfəranı biraz əzirik. 5-6 tel zəfərandır. Bunu əzirik. Zəfəranı da baxın xırdaladıq, əzdik, onu da əlavə edirik yağın içərisinə. Yağ istidir, bir daha təkrarlayırım. Özü zəfəran onun içərisində dəm alacaq. Və cövüzü, mən cövüzü əlavə etməmişdim, indi cövüzü də rəndələyirəm onun üzərinə. Hər ədviyyatdan 2 qram, hərəsindən 2 qram əlavə edin. Ümumi 2 çay qaşığı. Bu ədviyyat, 5 növ ədviyyatın qarışığı 2 çay qaşığı olmalıdır. Cövüzü də rəndələdik, indi qarışdırırıq. Artıq yağ ədviyyat qarışığını da hazırladıq, onu da bir kənara qoyuruq. Artıq saat yarım keçdi. Xəmirimiz gördüyünüz kimi mayalanıb, qalxıb. Yuxayanın üzərini unlayıram və xəmiri yuxayanın üzərinə boşaldıram. Yuxayanın üzərində bir qədər yoğurub silindir formasına salıram. İki hissəyə bölürəm və hər hissəni kündələyirəm. Kündələndən sonra üzərini bir təmiz dəsmalla örtürük. Bir qədər də yuxayanın üzərində qalır. Kündələr yumşalır ki, sonra onu rahat yaya bilək. Bir qədər yer mayası alır. 15 dəqiqə yuxayanın üzərində qaldı kündələr. İndi biz o kündələrin üzərini açırıq. Birini götürüb bir kənara qoyuruq. Qabın içərisinə qoyuruq. Yoğurduğumuz qabın içərisinə üzərinin ağzını bağlayıb onu da bir kənara qoyuruq və digər kündə ilə, ikinci kündə ilə işimizə başlayırıq. Yuxayanın üzərini unlayırıq. Və oxlarla kündəni açırıq.
Baxın, bu şəkildə kündəni açdıq. Mən indi qalınlığını sizə göstərmək istəyirəm. Baxın, bu qalınlığı təxminən 2-3 mm. Nə çox qalın, nə çox nazik olsun. Ədviyyat yağ qarışığını yaxşı qarışdırırıq ki, ədviyyatlar yağın dibinə çökməsin, yağla qarışsın. Və qaşıq-qaşıq götürüb açdığımız yaymanın hər tərəfinə tökürük. Yaymanı yağlayırıq. Və fırça ilə hər tərəfinə bərabər yayırıq. Hər tərəfinə bərabər yağlayandan sonra, baxın, bu formada onu eşirik, rulet şəklində. Elə bir Bakı fəsəlisinə bənzər formada qatlayırıq spiral şəklində. Spiral formasında qatlayandan sonra sobanın tavasını götürürük. İçərisini bir balaca yağlayırıq. Və onun içərisini yerləşdirib, üzərini qoyuruq və üzərini təmiz bir dəsmalla örtürük. Bir qədər sobanın tavasında gözlədirik ki, özünü tutsun. Bişirməmişdən qabaq belə gözlədirik. Və digərini hazırlamağa başlayırıq. Yenidən yıxayanın üzərini unlayırıq. Və digər kündəni də götürüb yıxayanın üzərinə qoyuruq və açmağa başlayırıq. Həmin qaydada açırıq. 2-3 mm qalınlığında bu kündəni də açırıq. İkinci kündəni də həmin qaydada 2-3 mm qalınlığında açandan sonra onu da yağlayırıq. Qaşıqla hər tərəfinə tökürük, fırça ilə yayırıq. Yəni həmin qaydada. Yağlayandan sonra onu da birincisinin qaydasında eşirik. Yəni rulet şəklində eşirik. Və yenə də eyni qaydada spiral formasında qatlayırıq. Bir qədər əlimizlə yastıladırıq və başqa bir qabın içərisinə qoyuruq. Onun da üzərini bir dəsmalla örtürük. Bu da bir qədər qalır. Bu vaxta qədər bizim hazırladığımız soba tavasının içərisinə qoyduğumuz külçə də, hələ bişməmiş külçə hazırdır. Onu əlimizlə, baxın, bu formada açırıq. Deməli, 1 santimetr yarım qalınlığında açırıq. Bir santimetr yarım
qalınlığında yayandan sonra. Kitabda yazılıb ki, bunun üzərinə xüsusi külçə forması ilə naxış vururlar. Lakin mən onu bilmirəm, o necə olur. Yəqin o şəkillər daha yaxşı bilərlər, amma mən də özümə məxsus bu formada üzərinə naxış vururam. Baxın, bu şəkildə üzərinə naxış vururam. Bir qədəhin ağız hissəsi ilə bu formada üzərinə naxış vururuq. Üzərinə naxış vurandan sonra o yumurtanın qalan hissəsini fırça ilə üzərinə çəkirik. Üzerini yumurtalayandan sonra çəngəllə üzerini deşləkləyirik. Və üzərinə xaş-xaş səpirik. Xaş-xaş da səpəndən sonra 180-200 dərəcə sobada hazır olana qədər bişiririk. Üzəri altı qızarana qədər. İndi sobaya aparırıq. Artıq külçəmizin birini sobadan çıxartdıq. Hazırdır. Gördüyünüz kimi qızarıb, çox gözəl olur. Onu bir şəbəkənin üzərinə qoyuruq ki, soyusun və hazırladığımız digər külçəni sobanın tavasına yerləşdiririk. Həmin qaydada 1 santimetr yarım qalınlığında əlimizlə açırıq. Biz həmin qaydada 1 santimetr yarım açdıq əlimizlə və üzərinə naxış vururuq. İndi mən daha səliqəli olması üçün onu 6 yerə bölürəm və bu formada eyni qaydada üzərinə həmin naxışdan vururam. Bir bıçaqla belə daha səliqəli olmağı üçün, əgər siz belə naxış vurmaq istəyirsinizsə, bu formada eləyə bilərsiniz. Daha düzgün olsun, yəni simmetriyası dəqiq olsun. Bu külçənin üzerini bəzəyəndən sonra bir-iki yerdən deşləkləyirik ki, çox şişməsin, qalxmasın. Deşləkləyirik, üzerini yumurtalayırıq. Yumurtalayandan sonra üzərinə xaş-xaş səpib sobaya veririk. Artıq ikinci külçəni sobadan çıxartdıq, hazırdır. Onu da dəmir şəbəkənin üzərinə qoyuruq, soyusun. Yəni tərləməsin altı. Və birinci külçə artıq soyuyub, onu mən kəsib, ən kəsiyini sizə necə alınıb onu sizə göstərəcəyəm. Baxın, bu qaydada olur. Bu formada. Bu
Bu qaydada. Bu da bizim hazırladığımız şəkil külçəsi idi. Mən birinci şəkil olmasını hazırlayanda dedilər ki, buna şəkil külçəsi də deyirlər, amma kitabda bunlar ayrı-ayrı reseptlərlə verilib. Ona görə istədim ki, paylaşım. Bu qaydada. Əgər bəyəndinizsə, bu videonu like etməyi, kanalımıza abunə olmağı da unutmayın. Siz də hazırlayın, nuş olsun.